zəng. Adi zəng deyil. Təhsilimizin problemləri, ən son nailiyyətləri İctimai Radioda. Zəng. Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. İctimai Radionun efirində zəng verilişində görüşürük sizinlə. Bugün biz elektron təhsildən, onun əhəmiyyətindən söhbət açacağıq. Elektron təhsil ənənəvi təhsillə müqayisədə hansı üstünlüklərə malikdir? Elektron təhsil göstərilən effekti verdimi? Mövzu ilə bağlı həmsöhbətimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədovdur. Salam, xoş gördük sizi İlham müəllim. Salam. İlham müəllim, əvvəlcə elektron təhsil və onun mahiyyəti barədə məlumat verməyinizi xahiş edirəm. Elektron təhsilin ənənəvi təhsillə müqayisədə üstünlükləri, əhəmiyyəti nədir? Elektron təhsil müasir multimedia texnologiyaları və internet vasitəsilə həyata keçirilən təhsildir. İnternetin resurs imkanlarından, servis imkanlarından, interaktiv imkanlarından istifadə etməklə elektron təhsil daha keyfiyyətli, daha əliyetərli, daha kütləvi təhsil həyata keçirməyə imkan verir. Bu gün dünyada artıq elektron cəmiyyət formalaşır. Azərbaycanda da elektron cəmiyyətin formalaşması ilə bağlı, informasiya cəmiyyətinə keçidlə bağlı bir sıra dövlət proqramları qəbul edilmişdi. O cümlədən keçən il milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri və ona əlavələr, o cümlədən də ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı, daha sonra insan kapitalının inkişafı ilə bağlı strateji yol xəritələri müəyyən edilmişdi. Onların hər birində ölkənin informasiya cəmiyyətinə inteqrasiyası, bu yeni tələbə uyğun olaraq insan kapitalının gücləndirilməsi, inkişaf etdirilməsi və elektron resurslardan cəmiyyətdə daha çox istifadə edilməsi, elektron cəmiyyətin, elektron vətəndaşın formalaşması, elektron məktəbin, elektron universitetin yaranması. Bunlar yəni kompleks xarakterli işlərdir. Dünyada gedən qlobal trendlərə, qlobal tendensiyalara uyğun olaraq ölkəmizdə də belə istiqamətdə inkişaf gedir. İlham müəllim, bu gün məktəblərdə istər müəllimlər, istərsə də şagirdlər elektron təhsil metodikasına hazırdırlarmı? Xüsusilə bu sahədə pedaqoji kadrların hazırlanması nə vəziyyətdədir? Ümumiyyətlə, elektron təhsilə keçid təbii hazırlıq tələb eləyir və bu bir günə, bir aya mümkün olan məsələ deyil. Bundan təbii müvafiq proqramlar olmalıdır, təhsil inkişafına dair dövlət proqramları olmalıdır və onlar müəyyən bir müddət ərzində elektron təhsil mühiti yaratmalıdırlar, elektron təhsilin informasiya tədris metodik bazasını yaratmalıdırlar, informasiya təhsil məkanı yaratmalıdırlar və təbii ki, belə bir şəraitdə işləməyə qadir olan müəllim komandası yetişdirilməlidir. Bunlar uzun müddət tələb eləyir, çoxlu investisiya tələb eləyir. Ən əsası isə bu işləri bilən səriştəli mütəxəssislərin bu məsələlərə cəlb edilməsini tələb eləyir. Hal-hazırda kifayət qədər biz buna hazır deyilik hələ. İlham müəllim, deyə bilərsinizmi, bu gün elektron təhsil sisteminə qoşulan məktəblər müasir avadanlıqlarla tam təchiz olunubmu? Ümumiyyətlə, elektron məktəb deyilən bir layihə var. Hardasa bir 10 ilə yaxındır bu layihə ölkəmizdə tətbiq edilir. Bakının bir sıra məktəblərində və Sumqayıtda, Gəncədə və s. hərəsində bir-iki məktəb bu elektron məktəb layihəsinə qoşulub. Bu məktəbin idarə edilməsini elektron formatda həyata keçirilir. Elektron gündəliklər valideynlər şagirdlərin qiymətinə deyək ki, internet vasitəsilə nəzarət edə bilir. Məktəbin özünün işini idarə edilməsi internet üzərindən məktəbin sayt vasitəsilə bu məsələlərlə məlumat əldə etmək mümkün olur və s. Amma bütünlükdə elektron təhsil ki, bu gün beynəlxalq aləmdə nəzərdə tutulur, e-learning deyirlər ona. O formatda elektron təhsil bizdə hələ formalaşmayıbdır. Bundan ötəri kifayət qədər bizdə elektron dərsliklər olmalıdır bütün istiqamətlər üzrə. Məndəki məlumata görə hardasa bir 12 il bundan əvvəl bizdə orta məktəbdə 3 ya 4 fənn üzrə elektron dərslik hazırlanmışdı. O da hələm o dövrün tələbinə cavab vermirdi, nəinki bugünkü günün tələbinə. Və ondan sonraki müddətdə də elektron dərsliklərin hazırlanması ilə məşğul olunmayıbdı. Amma bu mütəmadi olmalıdır. Xüsusən də nəzərə alsaq ki, indi məktəblərdə yeni kurikulumla əlaqəli yeni dərsliklər, yeni proqramlar və çox halda da valideynlər və müəllimlər kurikulum əsasında hazırlanmış yeni dərsliklərin keyfiyyətindən narazılığını bildirirlər. Təhsil Nazirliyi də açığı bu dərsliklərin təkmilləşməsi üzrə müəyyən axtarışlardadır, müəyyən işlər görür. Müəlliflər üçün xüsusi kurslar hazırlayır ki, dərslik müəllifləri həmin treninqlərdən keçsinlər və daha müasir dərslik yarada bilsinlər. Və bunlarla paralel bütün bu işlər elektron təhsil mühiti içində olmalıdır, elektron dərsliklər olmalıdır. Bu dərsliklər elektron versiyaları olmalıdır və bu dərsliklər adi dərsliyin PDF variantı, ya onun skan olmuş variantı kimi yox. Kompüterin interaktiv imkanlarından maksimum istifadə etməklə, animasiyalardan istifadə etməklə bu formada deməli uşaqların diqqətini cəlb etmək, motivasiya etmək, interaktivliyi artırmaq, belə
formatda beynəlxalq tələblərə uyğun olan elektron dərsliklər hazırlanmalıdır. Və bir növ fikir verirsinizsə, məktəbə gedən uşaqların ağır sumkaları var, çantaları var, dərsliklərlə doldururlar. Təxminən bir 5 kilodan 10 kiloya qədər uşağın getdiyi sinifdən asılı olaraq çantanın ağırlığı var. O uşağın sağlamlığına ziyandır. Öyrənmə baxımından da o qədər də maraqlı deyil. Amma bunların hamısının elektron versiyası hazırlanmalıdır. İnteraktiv dərslik formasında uşaqlar öz planşetlərinə bunu yazmalıdır. 1 kiloluq planşet aparmaq ara 10 kiloluq çanta aparmaq ara. Bunların fərqi necədirsə, effektin öyrənmə keyfiyyətinə təsirində də bu qədər fərq var. 10 dəfə fərq ola bilər. İlham müəllim, sizcə hazırda Azərbaycanda elektron tədris metodlarından necə istifadə olunur? Elektron tədris resurslarının formalaşmasını qənaətbəxş hesab etmək olarmı? Son illər yaxşı haldır ki, elektron təhsil adında bir müsabiqə keçirilir Təhsil Nazirliyi tərəfindən. Bura müəllimlər, tələbələr, müəyyən startap ideyası olan gənclər və s. iştirak edə bilərlər. Amma bu sadəcə təşəbbüskar müəllimlərin üzə çıxarılması ilə əlaqəlidir. Amma bu sahədə müəyyən sistemli iş aparılsın, müəllimlər üçün xüsusi sistemli olaraq ixtisas artırma kursları, təkmilləşmə kursları aparılsın, müəllimlər öyrədilsin. Çünki bu gün işləyən müəllimlərin əksəriyyəti 10 il və daha müddət bundan əvvəl universitet bitirmiş adamlardır və bu müddət ərzində də onlar kifayət qədər ixtisas artırma kurslarından keçməyiblər. Ona görə bu kateqoriyadan olan müəllimlərin birdən-birə elektron təhsil mühitinə keçməsi, elektron təhsil resurslar yaradılması və yaxud da o metodikasının yaradılması asan məsələ deyil. Bundan ötürü əslində elmi tədqiqat institutu olmalıdır, elmi tədqiqat bir bazası olmalıdır. Orada bu məsələlər layihələnməlidir. Bunun yaradılması da, bunun metodikası da, bunun yayılması da, həmən işlə məşğul olacaq müəllimlərin ixtisas artırılması da. Bunlar hamısı vahid bir elmi metodik bazada layihələnməlidir, planlaşmalıdır, icra edilməlidir, monitorinq edilməlidir. Bunun nəticəsini məktəbdən nə kimi nəticə verir? Bu məsələlər araşdırılmalıdır. Onda bu prosesi idarə eləmək və bunun səmərəsini görmək daha asan olar. Bildiyiniz kimi gələn ilin dövlət büdcəsində təhsilə ayrılan vəsait müəyyən qədər artım nəzərdə tutulub və bunun da bir neçə istiqamətdə təyinatı var. Biri ali məktəblər üçün yeni kampusların tikilməsi ilə bağlıdır. İkinci də ali məktəblərdə distant təhsilin inkişaf etdirilməsi ilə bağlıdır. Açığı biz bu sahədə xeyli vaxt itirmişik. Rusiya universitetləri 15 ildən artıqdır, 20 ilə yaxındır bu sahədə fəaliyyətdədir. Qazaxıstan universitetləri, Pribaltika respublikaları, Türkiyənin özü bu ölkələrdə 15 ildən artıq da distant təhsil universitetlərdə tətbiq edilir. Gec də olsa nəhayət biz də deyəsən bu işə başlamaq istəyirik. Mən ümid edirəm ki, bu iş düzgün planlaşdırılsa, düzgün layihələndirilsə və səmərəli idarə edilsə və eyni zamanda universitetlərin potensialından maksimum istifadə edilsə, bu bizim ali məktəblərə kömək edə bilər. Yəni bir mərkəzdən bu proseslərin hamısını idarə etmək çətindir, çünki ali məktəblər müxtəlif təyinatlıdır. Humanitar təyinatlı ali məktəb var, texniki təyinatlı ali məktəb var, klassik universitet var, müəyyən deyək ki, qabiliyyətlərə uyğun universitetlər var və s. Yəni hər universitetin özünün müvafiq potensialı var, elmi şurası öz tələbatını, ehtiyacını, resurslarını, imkanlarını bilir, düzgün qiymətləndirə bilir. Bu vəsaitlər mən hesab edirəm ki, universitetlərə qrant formasında verməklə mərhələ-mərhələ təxminən bir 5 ilə müəyyən nəticə gəlmək olar ki, müəyyən universitetlərdə müəyyən ixtisasları distant təhsil formatında proqramları həyata keçirmək olar. Çünki bizim təhsil qanunumuzda 2009-cu ildən yazılıb təhsil forması kimi distant təhsildə. Artıq 7-8 ildir keçibdir, hələ bir irəliləyiş yoxdur və bunun da bir səbəbi də maliyyə qıtlığıdır. Universitetlərin büdcəsi heç bir imkan vermir ki, onlar distant təhsil sistemini inkişaf etdirsinlər. Ekspertlərin söylədiyinə görə 10.000 tələbəsi olan universitetdə distant təhsil sistemini yaratmaq üçün 10 il vaxt lazımdır və imkandan asılı olaraq 20 milyon və daha çox məbləğdə dollarla vəsait lazımdır. Elə universitet var ki, hətta 100 milyonlarla ildə pul qoyur bu layihələrə, distant təhsil layihələrinə. Məsələn, bir növ MOOC deyilən distant təhsilin yeni bir formatıdır, ən son formatıdır. MOOC deyilən bu kütləvi açıq onlayn kurslardır. Onun vasitəsilə universitetlər var ki, bir neçə milyon tələbə cəlb ediblər öz təhsil sisteminə. Orada mühazirələr var ki, 200 min, 300 min tələbə eyni zamanda mühazirəni dinləyə bilir. Bu bir yandan yaxşıdır, daha keyfiyyətli təhsil almağa insanlarda əl-yetərlik yaradır, yaşadığı ölkədən asılı olmayaraq. Burada təbii dil problemi var. Bizim region əhalisi türk dilində və rus dilində daha çox bu şeylər öyrənə bilər, bu məlumatları. Amma texnologiya inkişafı da artıq elə bir hala gəlib ki, yaxın zamanlarda mən düşünürəm ki, elə sinxron formatda kompüter özü müəllimin canlı mühazirəsini
bir neçə dilə tərcümə edə biləcək. Deyək ki, ingilis dilindəki mühazirəni biz Bakıda oturub Azərbaycanca olmasa da onu türk dilində və ya rus dilində onlayn tərcüməsini eyni zamanda sinxron olaraq eşidərək o mühazirələri dinləyə biləcək. Yəni bu kurslar geniş yayılır. Bizim ölkəmizdə də nəsə görülməlidir universitetlərdə distant təhsillə bağlı. Sonra distant təhsil, elektron təhsil nəinki universitetlərdə, korporativ təhsildə də çox geniş yayılır. Yəni müəssisə və təşkilatlar öz personalı üçün ixtisasartırma, təkmilləşmə işini elektron təhsil formatında eləyir. Məsələn, hər bir nazirliyin bu günləri özünün tədris mərkəzi var, təlim tədris mərkəzi var, ixtisasartırma, təkmilləşmə kursları var və bunlar adətən klassik formatda öyrədirlər. Yəni əməkdaşlarını yığırlar Bakıya, regionlardan burada 10 günlük, bir aylıq kurs keçirlər. Bunlar işindən ayrılır, yaşadığı yerdən ayrılır, bir aydan sonra yenidən qayıdır. Amma bunların hamısını elektron təhsil formatında, onlayn formatında eləsək, biz deməli Azərbaycanda nəinki ali təhsilin, diplomdan sonraki təhsilin də və beləliklə də fasiləsiz təhsilin də tədricən elektron təhsil formatına keçməyinə imkan yarada bilərik. İlham müəllim, suallarımıza ətraflı cavablandırdığınız üçün təşəkkür edirik. İşlərinizdə uğurlar arzuluyuruq. Sağ olun. Əziz dinləyicilər, nəzərinizə çatdırım ki, təhsillə bağlı bugünkü mövzumuz elektron təhsillə bağlı idi. Həm söhbətimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov idi. Gələn həftə eyni vaxtda görüşmək dileğiyle sizinlə sağollaşırıq. Sağ olun, salamat qalın. Bu zəng adi zəng deyil. Təhsilimizin problemləri, ən son nailiyyətləri İctimai Radioda. Zəng.